Üç halda ortada gələn həmzə əvvəl qeyd etdiyimiz ümumi qaydaya tabe olmur və bu halları deməli dilçi alimlər hələtun şəzzətun, yəni müxalif hallar və ya ümumi qaydaya tabe olmayan, ümumi qaydadan kənar hallar adlandırırlar. Yəni bundan əvvəl biz qeyd etdik ki, ortada gələn həmzənin yazılış qaydasını bilmək üçün biz baxmalıyıq həmzənin öz hərəkəsinə və həmçində həmzədən bilavasitə əvvəl gələn hərfin hərəkəsinə baxmalıyıq və hansı hərəkə daha üstün və ya daha güclüdürsə, bu zaman həmzə güclü olan hərəkəyə uyğun hərfin üzərində yazılır və üstünlük dərəcə sxemini də belə göstərdik ki, kəsrə ən güclü hərəkədir. Ondan sonra ikinci yerdə damma gəlir, sonra fəthə və sukun isə bildiyimiz kimi bu hərəkə deyil, əslində sadəcə hərfin hərəkəsiz olduğunu göstərmək üçün göstərən bir işarədir. Və bu ümumi qaydadır. Yəni üç halda deməli həmzə bu qaydadan kənar, yəni istisna deməli hal təşkil edir və bu qaydalar hansılardır? Birinci hal, yəni ümumi qaydaya müxalif olan istisna hallardan birincisi odur ki, əgər sakin əlifdən, yəni məd hərfindən sonra fəthəli həmzə gələrsə, bu zaman həmən həmzə deməli sətrin üzərində dayaqsız yazılacaq. Yəni məsələn təsəələ sözündəki kimi. Və təsəələ sözünün mənası yəni bir-birindən soruşmaq deməkdir. Və gördüyümüz kimi burada həmzə fəthəlidir və sakin əlifdən, yəni mədd hərfindən sonra gəlib. Qaydaya əsasən, yəni ümumi qaydaya əsasən belə yazılmalı idi. Təsə həmzənin üstündə yazılmalı idi. Çünki niyə görə? Gördüyümüz kimi həmzənin öz hərəkəsi deməli fəthədir və fəthədən əvvəl sukun gəlib və fəthə daha güclü olduğundan bu əlifin üzərində yazılmalı idi. Amma doğru isə deməli bu halda deməli ümumi qaydaya müxalif olaraq sərbəst halda yazılır. Bu birinci qayda. İkinci qayda budur ki, sakin vav hərfindən sonra dammalı və ya fəthəli həmzə yenə də sətrin üzərində dayaqsız yazılır. Məsələn, vudu'əhu və ya vudu'uhu sözündəki kimi. Yəni burada yenə də qaydaya əsasən, əgər biz qaydanı, ümumi qaydanı tətbiq etsək, burada həmzə əlifin üzərində yazılmalı idi. Yəni bu şəkildə yazılmalı idi. Vudu'əhu yazılmalı idi. Niyə görə? Çünki həmzənin öz hərəkəsi fəthədir və özündən əvvəlki hərf də sakin hərfdir və fəthə daha güclüdür. Və yaxud burada da vudu'uhu belə yazılmalı idi. Yəni həmzə vavun üzərində yazılmalıdır ümumi qaydaya əsasən. Çünki həmzənin öz hərəkəsi dammadır və özündən əvvəl də hərəkə sakindir və damma daha güclüdür. Amma bu halda deməli qaydaya müxalif olaraq həmzə deməli sətrin üzərində gördüyümüz kimi sərbəst yazılmışdır. Üçüncü hal sakin yə hərfindən sonra dammalı, yenə də dammalı və ya fəthəli həmzə nəbira, yəni deməli oturacağın və yaxud yənin üzərində yazılır. Məsələn, heyətun, heyət və ya məşiətun istək sözləri kimi. Və burada gördüyümüz kimi qaydaya əsasən heyətun sözündə həmzə əlifin üzərində yazılmalı idi. Yəni bu formada yazılmalı idi. Niyə görə? Çünki deməli həmzənin öz hərəkəsi fəthədir
və özündən əvvəlki hərf sakindir və əslində yəni qaydaya əsasən bu cür yazılmalı idi. Və burada da məşiətun sözündə də yenə deməli əlifin üzərində yazılmalı idi. Amma bu hal istisna hal olduğundan deməli həmzə yənin üzərində yazılmışdır. Həmçinin də bəriunə sözünü misal gətirə bilərik. Bəriunə. Və burada gördüyümüz kimi yenə də yə, yəni bəriunə sözü feildir. Bu, üzr istəyirəm, isimdir və mənası deməli uzaq olanlar, bəri olanlar deməkdir. Və burada gördüyümüz kimi yenə də həmzənin öz hərəkəsi dammadır və özündən əvvəl sakin yə gəlir və qaydaya əsasən bu vavun üzərində yazılmalı idi. Amma istisna hal kimi burada da yənin üzərində yazılmışdır. Və deməli, gördüyümüz kimi bu qaydalara biz fikir versək, yəni istisna hallara fikir versək, bu istisna halların hər üçü, deməli, birinci qaydada, birinci istisna halda əlif, yəni sakin əlifdən söhbət gedir. İkincisində sakin vavdan, üçüncüsündə isə sakin yədən söhbət gedir. Yəni bu qaydaları, istisna halları asan yadda saxlamaq üçün belə yadda saxlamaq olar ki, birinci hal sakin əlifdir. Sakin əlifdən sonra fəthəli həmzə, sakin vavdan sonra dammalı və ya fəthəli həmzə, sakin yədən sonra da dammalı və ya fəthəli həmzədən deməli söhbət gedir. Amma əgər bu hal olmazsa, yəni məsələn yuxarıdakı sözdə biz burada şərt qoyduq ki, deməli istisna hal ancaq fəthəli həmzəyə aiddir. Əgər həmzə fəthəli yox, kəsrəli və ya dammalı olarsa, bu halda ümumi qaydaya tabe olacaq. Məsələn, tutaq ki, əgər burada təsəələ, məsələn, təsəulun olsaydı, bu halda normal olaraq qaydaya əsasən dammanın üzərində yazılacaq. Çünki öz hərəkəsi dammadır və özündən əvvəlki deməli sakin hərf olduğundan vavun üzərində yazılacaq. Və ya əksinə, əgər kəsrə olarsa, məsələn, mutəsəilun bu zamanda yenə də qaydaya uyğun olaraq nə bir an üzərində yazılacaq. Çünki öz hərəkəsi kəsrədir və özündən əvvəlki hərif sukundur və kəsrə daha uyğundur. Yəni bu istisna hal yalnız fəthəli hala aiddir. Və həmçində burada da əgər deməli həmzənin hərəkəsi, yəni sakin vavdan sonra gələn həmzənin hərəkəsi kəsrə olarsa, bu zaman yenə qaydaya uyğun olaraq deməli nə bir an üzərində yazılacaq. Məsələn, vuduihi əgər desək biz, vuduihi desək, bu zaman qaydaya uyğun yazılacaq. Çünki öz hərəkəsi kəsrədir və özündən əvvəl deməli sakin hərf gəlir və kəsrə daha güclüdür. Və həmçində burada da əgər sakin yədən sonra dammalı və ya fəthəli deyil, kəsrəli həmzə gəlsə, bu zaman yenə də qaydaya uyğun olaraq nə bir an üzərində yazılacaq. Sözün ortasında həmzənin yazılış qaydasına müxalif olan istisna hallar da vardır. Və bu istisna hallar, 3 istisna hal var, hansı ki bu hallarda deməli yuxarıda qeyd etdiyimiz ümumi qaydaya tabe olmur. Və bu 3 halı ərəb dilçiləri hələtun şəzzətun, yəni şəz hallar, yəni qaydadan kənar hallar adlandırmışlar. Bu 3 hallar aşağıdakılardır. İlk növbədə sakin əlifdən sonra fəthəli həmzə dayaqsız sətrin üzərində yazılır. Yəni, məsələn,
təsəələ, zumələəkə, qiraətun. Hansı ki, qaydaya əsasən burada həmzə əlifin üzərində yazılmalı idi. Sakin əlifdən sonra kəsrəli və ya dammalı həmzə gələrsə, bu zaman həmzə ümumi qaydaya uyğun olaraq yənin və ya vavın üzərində yazılacaqdır. İkinci istisna hal, əgər sakin vav hərfindən sonra fəthəli və ya dammalı həmzə gələrsə, bu zaman yenə də bu həmzə dayaqsız sətrin üzərində yazılacaq. Məsələn, dəvəhu və dəvəuhu sözündə olduğu kimi. Amma qaydaya görə isə bu həmzə əlifin üzərində, bu həmzə isə vavın üzərində yazılmalı idi. Və əgər sakin vavdan sonra kəsrəli həmzə gələrsə, bu zaman qaydaya uyğun olaraq yənin üzərində yazılacaqdır. Üçüncü hal isə istisna hal, sakin yədən sonra fəthəli və ya dammalı həmzə yənin üzərində yazılacaq, hansı ki qaydaya əsasən həmzə əlifin və ya vavın üzərində yazılmalı idi. Məsələn, məşiətun sözündə gördüyümüz kimi həmzə sakin yədən sonra gəlib, fəthəli həmzədir və əsas qaydaya əsasən bu əlifin üzərində yazılmalı idi. Bəriunə sözündə sakin yədən sonra dammalı həmzə gəlib və qaydaya əsasən bu vavın üzərində yazılmalı idi. Heyətun sözündə həmzə sakin yədən sonra fəthəli həmzə qaydaya əsasən əlifin üzərində yazılmalı idi. Və bu üç hal ümumi qaydadan istisna hallardır. Bu tapşırıqda bizə tərkibində həmzə olan sözlər verilib və bu sözlərdə həmzənin nə cür yazıldığı və hansı səbəbdən belə yazıldığını bildirmək tələb olunur. Birinci sözümüz dəfiətun sözüdür və gördüyümüz kimi burada həmzə yənin üzərində yazılmışdır. Çünki həmzə burada sakin yədən sonra gəlir. Hansı ki qaydaya əsasən burada həmzə əlifin üzərində yazılmalı idi. Amma biz bildiyimiz kimi üç hal var. Bu üç hal deməli ümumi qaydaya müxalif hallardır, yəni istisna hallardır və bu hallardan da biri budur ki, əgər sakin yədən sonra dammalı və ya fəthəli həmzə yənin üzərində yazılır. İkinci söz təvəmmə sözüdür və burada gördüyümüz kimi həmzə sərbəst yazılmışdır. Sətrin üzərində sərbəst yazılmışdır. Hansı ki, ümumi qaydaya əsasən həmzə burada əlifin üzərində yazılmalı idi. Çünki özündən əvvəlki hərəkət sukundur, öz hərəkəsi isə fəthədir və fəthə daha güclü olduğundan qaydaya əsasən bu əlifin üzərində yazılmalıdır. Amma ümumi qaydaya müxalif olan istisna hallar var. Üç hallardan biri budur ki, sakin vavdan sonra fəthəli və ya dammalı həmzə sərbəst sətrin üzərində dayaqsız yazılır. Və buna görə də bu səbəbdən də təvəmmə sözü belə yazılmışdır. Üçüncü sözümüz feyəhu sözüdür və gördüyümüz kimi burada həmzə yənin üzərində yazılmışdı, amma əslində qaydaya əsasən əlifin üzərində yazılmalı idi. Çünki sakin, özündən əvvəlki hərf sakindir, özü isə həmzənin öz hərəkəsi isə fəthədir. Və ümumi qaydaya əsasən fəthə sukundan daha güclü olduğundan əlifin üzərində yazılmalı idi. Amma ümumi qaydaya müxalif olan istisna hallardan da biri budur ki, sakin yədən sonra fəthəli və ya dammalı həmzə yənin üzərində
yazılır və bu səbəbdən də bu cür yazılmışdır. Həmzə yənin üzərində yazılıb, çünki sakin yədən sonra gəlir. Növbəti sözümüz dəv'uhu sözüdür. Və burada həmzə gördüyümüz kimi sərbəst sətrin üzərində dayaqsız yazılıb, hansı ki qaydaya əsasən burada həmzə vavın üzərində yazılmalı idi. Ümumi qaydaya əsasən. Amma istisna hal kimi, bildiyimiz kimi sakin vavdan sonra dammalı və ya fəthəli həmzə dayaqsız sətrin üzərində sərbəst yazılır və bu səbəbdən belə yazılmışdır. Növbəti sözümüz raisun sözüdür. Və raisun sözü həmzə yənin üzərində yazılıb, ümumi qaydaya uyğundur. Çünki özündən əvvəlki hərəkə fəthədir, həmzənin hərəkəsi isə kəsrədir. Və kəsrə fəthədən daha güclü və daha üstün olduğundan kəsrəyə uyğun hərf olan yənin üzərində yazılmışdır. Növbəti sözümüz vudu'əhu. Gördüyümüz kimi həmzə sərbəst yazılıb, yəni sətrin üzərində dayaqsız yazılıb. Amma ümumi qaydaya əsasən burada ümumi qaydaya müxalif olan istisna haldır. Ümumi qaydaya əsasən burada həmzə əlifin üzərində yazılmalı idi. Çünki öz hərəkəsi fəthədir, özündən əvvəl gələn hərfin hərəkəsi isə vavın hərəkəsi sukundur. Və fəthə sukundan daha güclüdür və əlifin üzərində yazılmalı idi. Amma ümumi qaydaya müxalif olan istisna hallardan biri budur ki, sakin vavdan sonra fəthəli və ya dammalı əlif dayaqsız sətrin üzərində sərbəst yazılır və buna görə də həmzə burada dayaqsız yazılmışdır. Növbəti sözümüz fəsail, fəsailu. Və burada gördüyümüz kimi həmzə yənin üzərində yazılıb. Bu ümumi qaydaya uyğundur. Çünki həmzənin öz hərəkəsi kəsrədir, özündən əvvəl gələn hərfin hərəkəsi isə sukundur. Və buna görə də kəsrə ən üstün, ən güclü hərəkədir. Və buna görə də həmzə kəsrəyə uyğun olan yənin üzərində yazılmışdır. Növbəti sözümüz mu'təminun, mu'təmin. Və burada gördüyümüz kimi həmzə vavın üzərində yazılıb və bu da ümumi qaydaya uyğundur. Çünki həmzənin öz hərəkəsi sukun, özündən əvvəl gələn hərfin hərəkəsi isə dammadır. Və damma sukundan daha üstün və güclü hərəkədir və bu səbəbdən dammaya uyğun olan vavın üzərində yazılmışdır. Növbəti sözümüz mə'uhu. Gördüyümüz kimi həmzə vavın üzərində yazılıb və bu ümumi qaydaya uyğundur. Çünki həmzənin öz hərəkəsi dammadır, özündən əvvəl gələn hərfin hərəkəsi sukundur və damma sukundan daha üstündür və dammaya uyğun hərf də vavdır. Əbəətuhu. Burada gördüyümüz kimi həmzə sərbəst yazılıb, yəni sətrin üzərində dayaqsız yazılıb və bu ümumi qaydaya müxalif olan istisna hallardan biridir və qayda belədir ki, əgər fəthəli həmzə əlifdən sonra gələrsə, bu zaman həmzə dayaqsız olaraq sətrin üzərində sərbəst yazılacaq. Amma qaydaya əsasən isə burada həmzə əlifin üzərində yazılmalı idi. Çünki öz hərəkəsi fəthədir, özündən əvvəl gələn hərfin hərəkəsi isə sukundur. Növbəti tapşırıqda bizə sözlər verilib və bu sözlərin içindən biz hər sətirdə düzgün olan, həmzəsi düzgün yazılmış sözü seçməliyik. Birinci sətirdə bizə 3 söz verilib. Səməuhu, səməəhu və yenə də səməəhu başqa variantda. Və bu sözlərdən birinci sözə baxaq. Səməuhu sözü burada səhv yazılıb. Çünki
Həmzənin öz hərəkəsi dammadır, özündən əvvəl sakin hərf gəlir və burada həmzə vavun üzərində yazılmalı idi və buna görə də bu söz səhvdir. İkinci söz səməəhu sözüdür və gördüyümüz kimi burada həmzə fəthəlidir və sakin əlifdən sonra gəlir və buna görə də dayaqsız yazılmışdır. Bu doğrudur. Bu söz doğru sözdür. Üçüncüsü isə səməəhu sözü həmzə burada əlifin üzərində yazılır və bu da səhvdir. Və bu qayda, deməli həmzənin yazılışı ümumi qaydaya müxalif olan haldır. Və buna görə də burada həmzənin yazılışı düzgündür. İkinci sətirdə bizə birinci feyuhu sözü verilib və bu sözdə həmzənin hərəkəsi dammadır, həmzə sakin yədən sonra gəlir və ümumi qaydaya əsasən burada həmzə vavun üzərində yazılmalı idi və buna görə də bu sözdə həmzənin yazılışı səhvdir. İkinci sözdə isə yenə də fiuhu və burada da gördüyümüz kimi həmzənin yazılışı səhvdir. Çünki ümumi qaydaya müxalif olan istisna hallardan biri budur ki, sakin yədən sonra fəthəli və ya dammalı həmzə yənin üzərində yazılır və ona görə də bu sözdə də həmzə düzgün yazılmayıb. Üçüncü sözdə isə feyuhu sözü düzgün yazılıb. Çünki gördüyümüz kimi burada həmzənin hərəkəsi dammadır, sakin yədən sonra gəlir və yənin üzərində yazılıb, ümumi qaydaya müxalif olan istisna hallardan biridir. Amma qaydaya əsasən isə vavun üzərində yazılmalı idi. Və buna görə də burada bu söz doğrudur. Üçüncü sətirdə bizə ceyələ sözü verilib və birinci sözü baxsaq, görərik ki, burada həmzə əlifin üzərində yazılıb, fəthəli həmzə sakin yədən sonra gəlir və bu səhvdir. Çünki ümumi qaydaya müxalif olan hallardan biri bu idi ki, sakin yədən sonra gələn fəthəli əlif, fəthəli həmzə yənin üzərində istisna hal olaraq yənin üzərində yazılır. Amma ikinci sözdə isə gördüyümüz kimi düz yazılıb və buna görə də burada bu sözün həmzəsi düzgün yazılmışdır. Çünki fəthəli həmzə sakin yədən sonra yənin üzərində yazılır, ümumi qaydaya müxalif olan istisna hal kimi. Üçüncü sətrə baxaq. Üçüncü sətirdə bizə vuduuhu sözü verilib və üç formada yazılıb. Bunlardan biri düzgündür. Birinci sözə baxsaq görərik ki, burada həmzə əlifin üzərində yazılıb. Bu səhvdir. Çünki ümumi qaydaya müxalif olan istisna hallardan biri budur ki, sakin vavdan sonra gələn fəthəli və ya dammalı həmzə sərbəst, yəni sətrin üzərində dayaqsız yazılır və buna görə də bu səhvdir. İkinci sözə fikir versək, burada vavun üzərində yazılıb və bu da səhvdir. Yenə qaydaya əsasən sətrin üzərində dayaqsız yazılmalı idi. Amma üçüncü söz isə, baxsaq, burada düzgün yazılıb. Çünki ümumi qaydaya müxalif olan istisna hallardan biri budur ki, sakin vavdan sonra fəthəli və ya dammalı həmzə dayaqsız olaraq sətrin üzərində sərbəst yazılır. Və buna görə də burada bu söz doğrudur. Beşinci sətirdə isə təfəələ, təfəulə və təfəələ sözləri verilib. Baxsaq görərik ki, birinci sözdə həmzə doğru yazılıb. Çünki sakin əlifdən sonra fəthəli həmzə ümumi qaydaya müxalif hal kimi sətrin üzərində dayaqsız, sərbəst yazılır. Və ikinci və üçüncü sözlər isə burada səhvdir.
burada həmzə vavın üzərində yazılmalı idi. Və burada isə səhv veriblər, həmzəni əlifin üzərində yazıblar. 6-cı sətirdə bizə nəv-uhu sözü verilib 3 formada. Birinci formaya baxaq. Sakin vavdan sonra dammalı həmzə əlifin üzərində yazılıb. Bu səhvdir. Çünki ümumi qaydaya müxalif olan istisna hallardan biri bu idi ki, sakin vavdan sonra dammalı və ya fəthəli həmzə dayaqsız olaraq sətrin üzərində sərbəst yazılır və ikincisi də səhvdir. Üçüncüsü isə bu doğrudur.